Biz efirdən həmən cavab haqqını buradan səsləndirə bilərik. Buyurun, Məsələ ilə bağlı mən də istəyirəm. Vəkillərlə bağlı. Danışacağım. Bu məsələ ilə bağlı Bəli. demək istəyirəm. Xanım orada ittihamlar irəli sürdü. Əlbəttə ki, bu ittihamlar canlı bağlantı idi və mən onu özünə də izah eləməyə çalışdım ki, deyilən fikirlər, səsləndirən ittihamlar hamısı məsuliyyət yaradır. Əlbəttə bunu ona izah elədim və yekunda izah elədim ki, bu istintaq materialları məhkəmə gedə-gedə onun yayılması qanunvericilikdən qadağandır. Məhkəmənin deməli istintaqına zərbə vura bilər. O baxımdan da biz əlbəttə ki, qarşı tərəfində fikir və mövqeyini demək belə deyək ki, peşə davranış qaydalarına uyğun olaraq öyrənməyə və səsləndirməyə buradan hazırıq. Mən keçirəm digər bir məsələyə. Çox vacib məsələdir. Bu vəkillərlə bağlıdır. Demək, Vəkillər Kollegiyası 2025-ci ilin hesabatında çox vacib və mühüm məqamlar, mühüm qərarlar qəbul edib və o məqamları mən istəyirəm, dəyərli oxucular, çox dəqiq, diqqətlə qulaq asın ki, ekrana yaxın əyləşin ki, qulaq asasınız və görəsiniz ki, bizim bəzi vəkillərimiz necə cəzalandırılıb, hansı ki, indi biz praktikamızda da biz bunu görmüşük. Xahiş edirəm, vəkillərdən razısınızmı? Sizi müdafiə edən vəkillərdən razısınızmı? Belə bir sualla da sizə müraciət edirəm. Diqqətlə bizə suallarınızı yazın. Tanıdığınız yaxşı vəkil varmı? Və yaxud da yaxşı vəkil varmı? Dostunuzun, qohumunuzu müdafiə edən yaxşı bir vəkil varmı? Varmı? O barədə bizə xahiş edilən məlumat yazın. Diqqətlə yazın ki, biz də sizlə bu məsələ ilə bağlı danışaq. İndi demək istəyirəm ki, vəkillərin fəaliyyəti ilə bağlı Vəkillər Kollegiyasının 2025-ci il hesabatında çox ciddi qərarlar qəbul olunub. Diqqətlə qulaq asın. Bildirilib ki, bir sıra hallarda intizam tətbiq edilməklə yanaşı bəzi müraciətlər üzrə icraata, hətta xitam verilib. Və eyni zamanda da hüquqi qiymət verilməsi ilə bağlı məsələyə geniş iclas nümayəndə heyətinin tərkibində müzakirə formasında baxılıb. İndi dəyərli dostlar, diqqətlə qulaq asın. Gəlin görək, demək, hansı hallarda və neçə hallarda bizim bu vəkillər tənbih olunub və onlara intizam tədbiri görülmədən neçə vəkilin yüngül xəbərdarlığı olub. 36 halda intizam deməli tənbihi tətbiq edilmədən vəkillərə qanunvericiliyin tələblərinə riayət olunmasını diqqətə çatdırılması ilə kifayətlənib. 36 vəkil, 4 vəkilə xəbərdarlıq edilib, dəyərli dostlar. 18 halda 18 vəkilə irad tutulub. 21 vəkilə töhmət verilib. 2 halda vəkillərə, yəni 2 vəkilə cərimə tətbiq olunub. 10 vəkilin vəkillik fəaliyyəti müəyyən müddətə dayandırılıb. 5 vəkil isə kollegiya üzvlüyündən, yəni onun vəkillik fəaliyyətinə xitam verilib. Dəyərli dostlar, bu çox ciddi bir məqamdır. Amma eyni zamanda 40 müraciət üzrə pozuntu müəyyən olunmadığına görə, yəni o vəkillərlə bağlı müraciət olunan müraciətlərdə qanun pozuntusu qeydə alınmadığına görə işi, deməli, iş icraata götürülməyib. Bildirmək istəyirəm ki, ötən il, 2025-ci il 1556 Vəkillər Kollegiyasının rəyasət heyətinə şikayət daxil olub. Bunlardan 162 müraciət üzrə intizam icraatı başlanılıb, 10 müraciət bir icraata birləşdirməklə 1394 müraciət üzrə intizam icraatı başlanması üçün əsas müəyyən edilməyib. İntizam icraatı başlanılan 162 müraciətin 114-ü fiziki və hüquqi şəxslərdən, 46-sı isə dövlət orqanlarından, ikisi də qeyri-dövlət orqanlarına daxil olan müraciətlərdir. Dəyərli dostlar, istəyili izləyicilər, bax görürsünüzmü ki, bizim Vəkillər Kollegiyasının
bəzi üzvləri, bəzi demək o dırnaq arası vəkilliklə məşğul olan insanlar vətəndaşların başına görün nə qədər oynatır ki, biz elə bunlar bir şey bilirlər. Gəldilər, müqaviləni bağladılar, pulu götürdülər və getdilər. Onunla da telefon bağlanır. Heç bir işin dalınca getmir, iddianı vermir, işlə maraqlanmır, işin hansı səviyyədə olmasından xəbəri yoxdur. Bax budur bizim, bax bu dırnaq arası hansı ki o 21 vəkildən danışırıq, töhmət verilib, bu səbəbdən adam ədalətin, hüququn keşiyində dayanır. Adam vətəndaşa, belə deyək, müvəkkilin hüquqlarını qoruyur. Budur sizin qoruduğunuz hüquqlar, budur vətəndaşın başına açdığınız oyunlar. Hələ görün nə qədər vətəndaş var ki, hətta pullarını geri ala bilmirlərində. Pul müqavilə bağlayıb, heç bir iş görməyib, hər hansı bir yazışması yoxdur, mübahisələndirməsi yoxdur, vətəndaşın işi də pis günə qalıb, uduzub və yaxud da deyək, hansısa bir formada ancaq müqaviləsin pulunu götürüb çıxıb gedib. İndi vətəndaş düşüb vəkilin dalında, vəkili tapa bilmir ki, nə ona sözünü desin və yaxud da ki, pulunu geri alsın. Bax budur. Çox böyük bir, doğrudan da bir bəladır. Vəkil, müvəkkil arasında bağlanmış bu, deməli, qurulmuş bu müqavilə deyək, buna deyək, münasibət deyək, və budur. Doğrudan da çox belə təhlükəli bir vəziyyətə gəlib düşün. Dəyərli dostlar, mənim dediklərim bu qədərdir. Çalışaq ki... Bir xəbər də var, indi Arzuxan Əlizadə və İskəndər Həmidovla bağlı sizin əlavə bir sözünüz yoxdur. Mənim sözüm var, bəlkə indi vaxtını çatan onunla bağlı deyərək, reabilitasiya mərkəzi ilə bağlı dedik, onunla bağlı danışdıq. Biz danışacaqdıq, bilmirəm, onunla bağlı danışmadıq yoxsa bəlkə? Reabilitasiya mərkəzi yox, danışmamışıq. Danışmamışıq, onunla bağlı danışacağıq. Dəyərli dostlar, bilirsiniz ki, o Nəsibi Nəbizadə ilə bağlı tanınmış teleaparacı, onunla bağlı... Nəsibi Nəbizadə. Onunla bağlı bilirsiniz ki, Qurtuluş Reabilitasiya Mərkəzindən onun demək, oranın rəhbəri, ona apardı gəzisiyə. Subut müəllim, yazırlar ki, vəkil, makler, vəkillər deyəndə maklerlər yadıma düşür. Burada bir nəfər yazır. Görürsünüz. Bir nəfər yazır ki, Murad Kərimov Gülbaharın təklifi Bakıdan gəlib. Yoxsa Gülbahar kimlərdir? Ərizə yazmaz. Sonra bəzən vəkil də nəzərə alınmır. Danışmaq yox, iş görmək lazımdır. Əli Musayev yazır. Rəzəb Həsənəzi bəzən vəkil də nəzərə alınmır. O doğru sözdür. Bəli, vəkillərin heç nə... Yox, bilirsiniz, bu vəsadətin vəkil ümumiyyətlə işə doğru dürüst yaraşmalıdır. Qafqaz qaçaqları yazır ki, Qafqaz qaçaqları baxan yoxdur, nə xəraca, nə baca, nə səfilə, nə yoxsula, nə aca. Qanunlar, qaydalar yenib arxaca, yatışır gövşüyə qardaş. Sonra kimlər nə yazır burada? Rəylərinizi yazın. Aladdin İsayev Ağır işi kartına yazıb ki, işi kartı ilə bağlı. Mən, hörmətli tamaşaçılar, yəqin ki, bugün bir yeni bir xəbərdir. İskəndər Həmidovla bağlı video Arzuxan Əlizadə deputat